Qaradağ rayon Heydər Əliyev mərkəzi Azərbaycan mədəni irsinin təbliği, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi Heydər Əliyev və Muzeylərimiz adlı layihəsini uğurla davam etdirir. Layihənin bu mərhələsində Azərbaycan musiqi mədəniyyətinin dünya şöhrətli nümayəndəsi, dahi violonçel ustası Mstislav Rostropoviçin xatirəsini yaşadan Leopold və Mstislav Rostropoviçlərin ev muzeyi mərkəzin əməkdaşları tərəfindən ziyarət olunmuş, muzeyin zəngin ekspozisiyası ilə yaxından tanışlıq keçirilmişdir. Bu mədəniyyət ocağı təkcə böyük musiqiçinin xatirəsini yaşatmır, həm də Azərbaycanın musiqi salnaməsində mühüm yer tutan bir ailənin həyat yolunu, sənət irsini və milli mədəniyyətlə bağlılığını əks etdirən qiymətli yaddaş məkanı kimi xüsusi əhəmiyyət daşıyır. Leopold və Mstislav Rostropoviçlərin ev muzeyi 1998-ci ildə ümummilli lider Heydər Əliyevin 23 may 1997-ci il tarixli sərəncamına əsasən Rostropoviçlər ailəsinin vaxtilə yaşadığı tarixi ünvanda yaradılmışdır. Muzeyin yerləşdiyi keçmiş Kolodezni küçəsinə də ata və oğul Rostropoviçlərin adı verilmişdir. Məhz bu evdə 27 mart 1927-ci ildə dünya şöhrətli violonçelist, pianoçu və dirijor Mstislav Rostropoviç dünyaya göz açmış, uşaqlıq illərinin ilk yaddaşını burada yaşamışdır. Muzeyin yaradılması Ulu Öndər Heydər Əliyevin mədəni irsə, sənət adamlarına və tarixi yaddaşın qorunmasına verdiyi yüksək dəyərin bariz nümunəsidir. Rostropoviçlər ailəsinin Bakıya gəlişi Azərbaycan musiqi tarixində mühüm hadisələrdən biri olmuşdur. 1925-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyli professor Leopold Rostropoviçi Azərbaycan Dövlət Konservatoriyasına dərs deməyə dəvət etmiş və bu dəvətlə ailə Bakıya köçərək Azərbaycan musiqi mühitinin ayrılmaz hissəsinə çevrilmişdir. Leopold Rostropoviç konservatoriyada violonçel sinfi üzrə, onun həyat yoldaşı Sofiya Fedotova isə fortepiano fakültəsində pedaqoji fəaliyyət göstərmişdir. Beləliklə, Rostropoviçlər ailəsinin Bakı həyatı təkcə bir ailənin taleyi deyil, Azərbaycan professional musiqi məktəbinin inkişaf mərhələlərindən biri kimi tarixə çevrilmişdir. Muzeyin ekspozisiyası iki əsas hissədən ibarətdir. Birinci hissə memorial xarakter daşıyır və Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havasını 20-ci əsrin əvvəllərinə məxsus Bakı ziyalı mühitini canlandırır. Burada ailəyə məxsus şəxsi əşyalar, Leopold Rostropoviçin məktubları, qədim mebellər, xalçalar, musiqi alətləri və ailə fotoları nümayiş olunur. Xüsusilə Leopold Rostropoviçin oğluna ünvanladığı 1942-ci il məktubu mənəvi və tarixi baxımdan xüsusi dəyər daşıyan eksponatlardandır. Ekspozisiyanın ikinci hissəsi Mstislav Rostropoviçin həyat və yaradıcılığına həsr olunmuşdur. Burada maestranın dünya şöhrətinə gedən sənət yolu, konsert fəaliyyəti, dirijorluq irsi və Azərbaycanla bağlı xatirələri əks olunur. Muzeydə onun dirijor çubuğu, konsert frakı, şəxsi notları, audio kaset və diskləri, nadir fotoşəkilləri, video materiallar, həmçinin 2005-ci ildə Bakıda keçirilən konsert zamanı istifadə etdiyi səhnə geyimi qorunur. Muzeydə daimi olaraq Rostropoviçin ifasında Bach, Beethoven, Çaykovski kimi dünya klassiklərinin əsərləri səsləndirilir. Buradakı saatın maestronun vəfat etdiyi an 14:08-də saxlanılması isə ekspozisiyaya dərin simvolik məna verir. Leopold və Mstislav Rostropoviçlərin ev muzeyi yalnız memorial məkan deyil, həm də canlı musiqi və mədəniyyət ocağıdır. Muzeyin əsas fondunda minlərlə eksponat qorunur. Burada dünya violonçel məktəbinin tarixi, musiqi ifaçılığı və bəstəkarlıq sənətinə dair zəngin arxiv materialları toplanmışdır. 2007-2019-cu illərdə Bakıda keçirilən Mstislav Rostropoviç Beynəlxalq Musiqi Festivalı da bu ocağın mədəni həyatında xüsusi mərhələ təşkil etmiş, dünya şöhrətli musiqiçilərin və orkestr kollektivlərinin Bakıya gəlişi ilə Azərbaycanın beynəlxalq musiqi mərkəzlərindən birinə çevirmişdir. Ulu Öndər Heydər Əliyevlə Mstislav Rostropoviçi yalnız rəsmi münasibətlər deyil, səmimi dostluq və qarşılıqlı ehtiram bağlayırdı. Heydər Əliyev maestroya "Əziz dostum Slava" deyə müraciət edir,
onu daim Azərbaycanın böyük oğlu kimi qəbul edirdi. Hələ 1970-ci illərdə SSRİ-də Rostropoviçə soyuq münasibət göstərildiyi bir dövrdə Heydər Əliyevin onu çəkinmədən Bakıya dəvət etməsi bu dostluğun əsasını qoymuşdu. 1997-ci ildə isə məhz Heydər Əliyevin dəvəti ilə maestro doğma Bakıya yenidən qayıtmış, onun 70 illik yubileyi dövlət səviyyəsində yüksək təntənə ilə qeyd olunmuşdu. Bu dönüş yalnız bir sənətkarın vətənə qayıdışı deyil, həm də mənəvi bağlılığın, dostluğun və vəfa hissinin təntənəsi idi. Mstislav Rostropoviç bu münasibəti dərin minnətdarlıq hissi ilə belə ifadə etmişdi. Heydər Əliyev məni Azərbaycana qaytardı. Azərbaycanı isə mənim qəlbimə, vətənim kimi qaytardı. Bu fikir təkcə iki böyük şəxsiyyət arasında dostluğun deyil, həm də ulu öndərin mədəniyyətə, insana və milli yaddaşa verdiyi yüksək dəyərin mənəvi ifadəsidir. Leopold və Mstislav Rostropoviçlərin ev muzeyi bu gün də həmin dostluğun, sənətin və tarixi yaddaşın canlı təcəssümü kimi fəaliyyət göstərir, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği, musiqi irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm missiya daşıyır.